İlham Əliyev məni elə bir vəziyyətə salıb ki, mən artıq necə yaşayacağımı bilmirəm. İlham Əliyev rejimi mühaciratı öz əlinlə yaradır. İnsanları ölkəsindən didərgin salır. İnsanların ailəsini dağıdır. İnsanları vətənindən qoparır. İlham Əliyev rejimi cinayətkardır. Mənim sağlamlığımı Əliyev məhv eləyibdir. Mən uzun müddətdir ki, sağlamlığımla mücadilə aparıram ki, müalicə alım, ayaqda durum, uşaqlarıma sahib çıxım. Amma bugün mənim uşağımın da sağlamlığında problem var. Hamısı yaşadığımız bu repressiv həyatın nəticəsidir. Bunların Azərbaycan xalqına tutduğu divanın bir hissəsində biz yaşayırıq. Biz də bu xalqın bir nümayəndəsiyik. Bunlar bizi burada da yaşamağa icazə vermir, imkan vermir. Biz qanunun aliliyini gözlədik. Nə Gürcüstan, nə Azərbaycan dövləti qanun tanımadılar, hüquq tanımadılar. Avropa məhkəməsinə müraciət elədik və gözlədik ki, hüquqi proseslər yekunlaşar, ədalət öz yerini tapar. Amma nə baş verdi? Əliyev rejimi Əfqanı Gürcüstandan gecə ilə oğurlatdı, Azərbaycana apardı, saxta cinayət işini, özləri açdığı cinayət işini utanmadan bağladılar. Yəni utanmasalar olsa yenisini də açacaqlar artıq. Və həmən cinayət işini bağlayandan sonra Əfqanı oğurlayıb apardılar yanlarına, indi girov saxlayırlar. Təbii ki, bütün bu yaşanan hadisələr mənim övladlarımın gözü qarşısında baş verir. Təbii ki, bütün bu yaşanan hadisələrim mənim övladlarımla birlikdə yaşayıram. Mənim övladlarıma zərbə vururlar. Bu adamların etdikləri tək mənim, Əfqanın yox, mənim övladlarımın sağlamlığını əlindən alıb, mən yaşaya bilmirəm. İlham Əliyev rejimi məni yaşamağa qoymur. Bu boyda, uzaqlıqda neçə kilometrlərlə məsafədə belə bu insan bizə rahatlıq vermir, imkan vermir mən övladlarımı rahat böyüdüm. İlham Əliyev rejiminin idarə etməsi, qisas alma prinsipi, vətəndaşı məhv etmə prinsipi, azad sözü məhv etmə prinsipi, İlham Əliyev rejimi bu prinsipdən yaşayır. Və bu prinsipdən yaşayır ki, baxın, bizə toxundunuz, bizdən danışdınız, biz də sizdən qisas alacağıq. Yəni bir dövlətin başında duranlar, özünə prezident deyən, özünə nazir deyən ölkəni bu cür idarə eləyir. Bu cür qisas sistemi qurubdur, vandalizm qurubdur, vəhşilik qurubdur, əxlaqsızlıq qurubdur. Bunu hara deyəsən, kimə deyəsən dərdini? Ya mən anlamıram, mən düşündüm ki, mən başımı götürüb qaçanda mən yaşaya biləcəm. Mən gəlib Fransaya çatdım və gördüm ki, Əliyev Fransada belə insanları rahat buraxmır. Ay neft oğrusu, ay qaz oğrusu, ay qızıl oğrusu, ölkəni talamısan, sərvətini yemisən, cəmaatı küçələrə qaçqın, didərgin, köçkün salmısan və bunu da qoymursan, bunu da çox görürsən ki, yox yaşamayacaqsınız. Bu vəhşiliyi, bu cinayəti hər kəs görməlidir. Siz belə bir şeyə carda yoxdur.